Real Madrid halal. Hər birinizi salamlayırıq dostlarım, bilirik ki, işləriniz qaydasındadır. Siz ölkəmizdə Real Madridin rəsmi fan klubu olan Peñablancas fan klubunun YouTube kanalındasınız və burada Halal Madrid verilişidir. Halal Madrid verilişinin 12-ci buraxılışıdır. Əlbəttə ki, biz burada sadə, skromli, belə biraz utancaq Real Madrid azərkeşləri, öz utancaq belə skromli futbol klubumuzu müzakirə edirik. Əlbəttə ki, bunu mən tək etməyəcəm, artıq adi tənəyə sadə qalaraq mənim kolleqalarımla mənimlədir, məni dəstəkləyir. Bugün linçləyəcək, bugün Almaniya komandanı linçləyəcək, bəlkə də tərəfləyəcək. Bu artıq hər adam özü üçün özü qərar verəcək, hər bir iştirakçımız. İlk öncə bizim Telegram kanalımızın admini, bizim idarə heyətimizin üzvü Viniciusu heç kimə söyməyə icazə verməyən bizim kolleqamız Lətif. Hər vaxtınız xeyir olsun. Hansı futbolçu onu sevdiyi futbolçu olursa, həmin futbolçu rahat bir 3-4 ay zədələnir və meydana çıxmır. Bu sıralar bilərik, yəni Mastantuono, Rüdiger tərəfli, Rüdiger gedir 3-4 ay oynamır, nə bilim, Alaba ümumiyyətlə hər gün zədələnir, amma əsas odur ki, Fərman tam olaraq sağlamdır və bizdən də köhnə madridistlərimiz Fərman. Sağlamlayıram. Və nə deyə bilərəm qardaşım, heç də deyə bilmərəm, mənim adım Abduldur, heç də. Artıq sözə ehtiyac yoxdur. Mbappe number 1, Bellingham number 2, Vinicius yaxşı oğlandır. Tam əksi, sənə görə tam əksi. Niyə? Sənə görə tam əksi. Bellingham number 1, Mbappe əsas odur ki, Vinicius yaxşı oğlan deyil. Bugün deyəcəksiniz ki, nəyə müzakirəsi gedir? Oyun olmayıb, 10-15 gündə istirahət eləmişik. Beynəlxalq fasilələr bizi bezdirib. Nəhayət ki, beynəlxalq fasilələri bu arada yekunlaşdı. Marta qədər beynəlxalq fasilə yoxdur və biz məcbur olacağıq bizim möhtəşəm komandamızın oyununu hər həftə izləməyə. Xüsusən də Alaba kimi oyuncuları unutmayaq. Hələ ki, Vinicius haqqında demirəm, Vinicius son oyunlarda yaxşı oynayır ona görə. Rayo Vallecano'nun oyun oldu, son oyun, beynəlxalq fasilədən qabaq. Ümumiyyətlə, son buraxılışımızda Liverpoolu müzakirə etdik. İstəyirik həm Rayo Vallecano'nu danışaq, həm Rayo Vallecano maçı üzərində yüngülbarcə orada elə bir ki, mövsümün 3-1 hissəsi qutarıb elə bir. Onu da bir nəticələrinə bir aydınlıq gətirək. Komanda necə oynayır, klublar arası dünya çempionatından başlayaraq elə noyabrın ortasına kimi öz fikirlərimizi bildirəcək. İlk öncə başlayaq Rayo Vallecano'dan. Kim başlamaq istəyir? Lətif bəy qoy. Lətif o. Danışması həqiqətən çox mövzu var Lətif bəy. Yəni biz ötən podkastda dedik ki, podkastda başlayanda dedim ki, La Liqanın outsiderlərindən birinə qarşı maçda yaxşı mübarizə apardıq. İndi də belə başlayaq ki, 11-ci sırada gedən Rayo Vallecano ilə oyunda həqiqətən mən komandanı tanıya bilmirdim. Yavaş-yavaş artırırıq ha belə. Mən komandanı tanıya bilmirdim. Ümumiyyətlə mübarizə deyilən bir şey yox idi. Hətta mən Rayo Vallecano əlində olan 3 xalı itirdi belə deyə biləcək səviyyədə bərbad oyun oldu. 20 dəqiqə yenə həmişəki kimi komanda meydanda yox idi. İkinci dəqiqədə Arda Gülərin uzaqdan, belə deyim, üçüncü dəqiqədə Arda Gülərin uzaqdan vurduğu zərbəni çıxsaq, 20 dəqiqədə Vallecano'nun qola yaxın olduğu epizod oldu, 19-cu 20-ci dəqiqələrdə. Ondan sonra komanda nəsə eləmək istədi, amma birinci taym heç nə yox idi meydanda. İkinci taymda yenə 100% qola yaxın, yox, birinci taymda Vinicius'un bir epizodu oldu. Orada Vinicius buraxsaydı topu, bəlkə də hesabı açmaq olardı. Bizim oyun ərzində yaratdığımız real gol şansları birdir və o real gol şansı da həmən gol şansı idi. Birinci hissədə beynəlxalq fasilədən əvvəl oynadığımız son 2 oyunda Liverpool'la və Rayo'da ümumilikdə bir gol şansı. 180 dəqiqəsi, bəli. Möhtəşəm. Bəs məsələ də burasındadır ki, ikinci taym ümumiyyətlə meydanda yox idi. Bəzi zərbələri çıxmaq şərti ilə o da olmalıdır da. İndi o da olmasa sənə bu komanda nəyə görə lazımdır? Real Madrid olmasın, Rayo Vallecano qabağında Cadiz olsa, misal üçün, və ya Celta olsa, yenə bu gol vəziyyətləri yox, qapıya doğru belə zərbələr olacaqdı. Ki, qapıya getmədi hətta bu zərbələrdə. Valla, ümumi 90 dəqiqə ərzində, mən hətta deməli, kanalın adını deməyəcəm, Rus kanalıdır. Deməli, oyunun təkrarına baxdım, 7-8 dəqiqəlik belə deyim, momentlərə. Adamlar 7-8 dəqiqə ərzində tapıb hansısa bir epizod da verə bilmirlər. Azarkeşləri göstərdilər. Azarkeşləri göstərdilər. Hə, bax, belə 7-8 dəqiqə ərzində normal bir 2-3 epizod tuta bilmədilər ki, onu versinlər. Yoxdur axı. 90 dəqiqə ərzində şəxsən mən yuxu, axşam saat 7-də olan oyunda məni yuxu aparırdı. Oyuna baxaraq. Mən açığı o nəticədən sonra, bu arada bu mövsümdə ilk bizim qol vurmalımız bir oyun oldu La Liqada. Bu oyundan sonra biraz istədim komandanı müdafiə edeyim ki, bəs Liverpool idi 3-cü gün,
Hələ bu 6-cı, 7-ci gündən Rayo Vallecano'dur. Biraz müdafiə eləmək istədim də. Sonra gördüm ki, sən demə canın yanmış Rayo Vallecano cümə axşamı bizdən sonra oyun oynayıb. O Avropa Liqasında ya da konfransda, yəni də Avropalarda komandada 2-0 uzurdu birinci taymı. 3-2 ilə fırladı və bizdən daha çox yoruldu. Timbol onların oyunçu səviyyəsi daha aşağıdır, plus onlar daha tez yorulurlar. Amma mən bir nə fikir verdim? Rayo Vallecano belə hansı ki pressinqlə həm bizi keçən mövsüm, bir üstə bizim səfərdə Rayo Vallecano statistikamız bərbatdır. Son 5 il ərzində bir dəfə udmuşuq onların stadionunda və bu aşağı Madrid derbisi və ümumiyyətlə mən Rayo Vallecano'yu Madridin əhəmiyyətlisi deyirəm. Çünki hara baxsa binalardır. O əhəmiyyətli o 9 mərtəbəli binalar var, o Neapol tərəfləri istiqamətində. Və belə bir yerdə bir dəfə Valverde topu da göndərmişdi balkona. Qaqaş orada bir amma balkondan çıxıb Qaqaş topu siqaret çəkirdi, lom gəldi, top sifətinə dəydi. Zato yəni 150-200 manat qabağa düşdü. Topla baxmadı, Adidas'ın original ya da Puma ilə, yadımda deyil. Mən onu gözlədim. Mən o oyunun başını buraxmışdım. Gözlədim ki, Valverde görsə biz zoplayacaq. Amma necə ki bizim dostumuz, qardaşımız Əfqan deməyə xoşlayır. Valverde artıq belə gözü bağlanıb Xabi Alonsonun rəhbərliyi altında artıq gözündə o iskra, bu işıq görünmür. Bir zərbə vurdu o da ki. Ona görə zərbə. Qardaşım 10 oyunu bir zərbə vurdu. Amma funksiyası o deyil nəysə. Onu danışacağıq bu 3-1-i danışdığımız məqamda. Rayo Vallecano konkret olaraq oyunda heç nə. Rayo Vallecano hansı ki bizi də hələ bu mövsüm Barcelona'da öz meydanında boğan Rayo Vallecano, pressing eləməyə çalışan, həmişə pressingə gedən, batareykasını qurtarmayan Rayo Vallecano gördü ki, kişinin oğlu. Bunlar Liverpool'u keçənmirlər də müdafiəsini. Qəşəng müdafiə qrup Liverpool. Oturaq da avtobusa. Nəsə bacardı da mövsümün əvvəlində Real hardasa Arda Güler pası, nə bilim, biraz Mbappé orada açıldı, biraz Vinicius fint elədi. Nəsə udurdular da 1-0, 2-0, nəsə eləyirdilər də. Qardaş, bunlar yorulublar, özü də Liverpool'la da oynayırlar ki, oturaq şeyə, Zaçda. Düz də elədilər, oturdular Zaçda. Bomba kimi də. Nəyə bildik? Hansı açar ötürmə elədik? Hansı oyunçunu keçdik? Liverpool'un oyunda biz neynədik ki, yorulduq? Qardaşım, müdafiə olunmaqdan yorulduq da belə çıxır. Yorulmadıq. Faktiki olaraq Rayo Vallecano bir fərq. Yorğun idi komanda, düz də okey, yorğun idi. Rayo Vallecano öz meydanda oynadı cümə axşamı. Biz səfərdə oynayıb qayıtdıq, amma bu Real kimi bir komanda üçün bilsən necə? Argument deyil də, bu argument deyil də bu. Əlbəttə. Amma yenə də bu aşağı blok məsələsini rəqib aşağı bloka yatanda Real'ın heç nə edə bilməməsi məsələsi nə vaxt ortadan qaldırılacaq, nə vaxt Xabi Alonso ona bir çarə tapacaq, onu məsəl üçün bizim oyunu bu buraxışı Elçinin oyundan əvvəl çəkirik. Elçi də çox pressing edən komandadır. Elçinin baş məşqçisi ümumiyyətlə bizi sevmir. Birisi də kimdir Elçinin baş məşqçisi? Kiki Setien yadınızdadır, Çoban. Onun köməkçisi. Onun köməkçisi var idi. Çıxırdı, Real'ın oyunçularını söyürdü, ağır söyüşlər zaten. Nifrət edir Real'dan da. Deyəsən Katalonludur, ola bilər. Çünki belə çox yaman aqressivdir. O Elçinin baş məşqçisidir. Elçi Avrokubokda zətdə oynamır, pressing oynayır və Real'a 100%, bəlkə də siz artıq bizim buraxılışı oyundan sonra izləyirsiniz. Bəlkə də mən dediyim məsələ səhv. Ağır oynanacaq. Amma mən əminəm ki, ağır oynanacaq. Əslində olur. 3 dəqiqə 7 nömrə qoyuruq. Mən siz dediklərinizdən yarısı ilə razıyam, yarısı ilə yox. Çünki Rayo Vallecano elə bil ki, Deportivo üçündür də biz üçün. Öz meydançasında Real Deportivo'nu 18 ildir uda bilmirdi. Gucci'nin Riazor, əfsanəvi Riazor stadionu. Gucci'nin o möhtəşəm ötürməsi olmasaydı Benzema'ya udacaqlar indi o oyunu, amma yenə də o ötürməyi... O qələbə qolu oyundu. Qələbə qolu oyundu və o ötürmə də ki, tarixə yazıldı və getdi. Rayo Vallecano meydançası, indi kimsə deyəcək ki, Real üçün, böyük klub üçün bir belə deyək, Apravdanyadır zaten. Yox, əsl İspaniyanın ən balaca ölçü baxımından meydançası sayılır. Və onu qoyuram bir qırağa da, Rayo Vallecano özü çıxdı oyuna, 4-cü individualist kimi. Comeback elədi. O çox da gözəl başa düşür ki, Real'la açıq oyun oynasa fiziki olaraq çatdırmayacaq. %100. Çünki fiziki olaraqdan başqa onun Real qədər əvəz edici oyunçuları yox idi. Plus gördük ki, bu normal olaraq belə qarşılanır. Bu normal olursa, avtobus ona deməzdim. Qəşəng də oynadı, avtobus deməzdim. Çünki Real gol şanslarında Rayo Vallecano Real'dan çox yaratdı. O halda mən ona avtobus deyərdim ki, bunların gol şansları 0 olardı. Bizdə onlar 9, 10 məsələn. Mən deyərəm ki, hadi avtobus yaratdılar. Oviedo ilə oyunda. Yoxsa birinci turda kimsə 1-0, 2-0. Yəni Oviedo da avtobus oynadı. Sadəcə 3 dənə gol buraxdı da, yəni alınmadı. Alınmadı, 3 dənə gol buraxdı. Diviziondan gəl komandada, necə olmasın? Amma yenə də demək istəyirəm ki, ona avtobus demək olardı. Komanda heç nə yaratmadı. Bir dənə birinci sahədən zərbə vurdu. Ondan da Real ürəyi nə istədi, stadionda elədi. 20 dəqiqə söndü, qoşuldu, bir şeydi, bu köçərçilikdə taxılır, sönür, taxılır, sönür.
Amma ki Rayo Vallecano ümumiyyətlə belə çox gözəl komandadır. Nə mənada? Çox ləzzətli. Avropada oynayır adam. Düzdür. O cür büdcə ilə, o cür heyətlə Barselonaya qarşı o həmin oyunda var yox idi da. Hə, xarab olmuşdu. Xarab olmuşdu. Biraz bəxtləri gətirsəydi və var işte mən demirəm indi orada penalti onun sporunu aparmıram. Yox, ümumiyyətlə biraz bəxtləri düzgün mövqe seçimində və s. onlar udada bilərdilər. Çünki Rayo Vallecano meydançasında oynamaq çox çətindir. Balaca stadion. Mübarizə aparan komanda. Plus onlar stadionda yaxşı vəziyyətdə deyil. Buna baxmayaraq. Mübarizə, amma Real üçün balaca stadion. Hələ yoxdur da, heç bir yəni apravdan yoxdur. Qardaşım, çıx oyuna ud. Barselona hörmətim böyükdür və Xavi kimi oyunçuya da hörmətim həmişə olur, oyunçu kimi. Sırf onun amma danışığına o insana mən nifrət eləmişəm də. Biz Xavi deyilik də, Realın belə deyək də baş məşqçi Xavi deyil ki. Başlayaq santım saymağa. Mən polo çox sulu idi. Gün sağdan yox soldan düşdü. O bina orada niyə durub? Hə də onun danışmaq olmaz. Sən bu oyunu normalda udmalısan. Udmasan belə şans yaratmalısan. Çünki adicə 19-20 mövsümündə bir məsələ Zidana sual verdilər ki, sizin komandanız gol vurmur. Deyir, gol vurmamaq problem deyil. Siz o vaxt problem olardı ki, biz gol şansları yaratmasaydıq. Hələ o da acınacaqdır. Çünki burada biraz şans var, amma məsələsi də. Amma ortaya qoyulan oyun yoxdur. Oyun yoxdur. Oyun yoxdur. İndi durub burada mən Vinicius, nə bilim, deyim ki, pis oynadı, Mbappé, xeyr. Problem yerdə yarım müdafiədə. Buraxılışdan danışmaq mənasında. Yaradıcı, yarım müdafiəçi. Hücumun da, yəni nəyə istəyirsən. Hücum yox. Mən o vaxt hücumçu söyərəm, nəsə deyərəm. Onlar 10 dənə şans yararlar. 10 dənə çox dedim də, bir 4 dənə şans yararlar. O heç birini reallaşdırmaz. 3 oyun 4. Hə, onda deyərəm ki, sən nə oynayırsan. Amma ki tarixi boyu görsənib ki, aşağı blokda oynayan komandalar qarşı sən bir dənə şansın var. O da topu qalxsırsan kəlləliyə və Azərbaycan da o söz bilmir, padborda. Birinci topu sən götürürsən. Sən Mbappé-nin topu komandaya qaytarılması deyək də məsələ üçün. Sən Mbappé-yə qalxsırsan, Mbappé kəllə vuran deyil axı. Nə bilirsən, bunlar hələ qalxırlar bunu. İndi Bellingham məyəsən. İndi okey. Sənin Bellingham var, bir oyunçudur. Sənin əvəz etməndə Gonzalo oynayır. Ya o yazığı buraxardın, çıxıb gedərdi. Gedib hardasa bir təcrübə yığardı, oynayardı. Çünki bu belə cavanlar arasında da çox yaxşı oynayır. İspaniya yığmasında oynayır. Və gol da vurur. Daimi U21-ə gedir, çağırılır daimi. Çağırılır, gol da vurur. Dünya çempionatı bunu göstərdi ki, bu insanın vuran ayağı var. %100. Kəlləli qalxır. İşləmək lazımdır da. Yaxşı, mən demirəm indi Vinicius pis oynadı, Mbappé yox. İndi hər oyunçunun pis günü də var, yaxşı günü də var. Elə gün olur ki, sən 10 dənə nəsə eləyirsən, onu da alınır, elə alınır ki, biri də alınmır. Həmin moment Mbappé-ni sadəcə çıxardırsan, yerinə salırsan Gonzalo və yoxlayırsan. Bellingham, Gonzalo kəlləlikdə daha təhlükəli olacaq. Nəyə ki Mbappé, Bellingham. Sənin sözü və qüvvət hansı məqamda yadımdadır? İlk 3-cü tur idi ya 4-cü tur idi. Kim qaldıra bilər? Trent. Fakt da, topu qaldıra bilər. İngiltərədə 4-4-2 standart klassik qaldırma şut and goal deyirlər amma. Yəni düzdür, halbuki Liverpool elə futbol oynamırdı, amma yəni Beckham oynayır da. Beckham style bir futbolçudur Trentdə, yəni o cəhətdən. Yəni məsələ nədir? Onu çıxartdı meydandan 60-da. 61-də Gonzalo saldı. Sən niyə elə eləmədin ki? İndi mən qiymət vermirəm. Mən sadəcə məntiqi tutmuram ki, qardaş, bu sən Mbappé kələli vura bilər? Yox. 400-dən qol vurub adam, bəlkə də 400 qolundan nə bilim, 5-i onu kəllədəndə, o da bilirsən necə, necə ki Messi Chelsea-bə vurur, Mbappé də elə kəlləli vurur da, bilir necə. Messi kəllə vurması kimidir, çox nadir məsələsi. Amma okey də, Trent bunu qaldırırdı, özü bilirsən necə idi, Trent qaldırırdı Mbappéyə, qaldırırdı, hələ Bellingham qayıtmamışdı, alınmır, sonra çıxardır onu, Carvajala çıxardır. Çıxardır Gonzalo'nu, bilin. Komanda, yəni Trenti saxlayıb Gonzalo'nu da salmaq niyə məntiqi ortada yoxdur ki? Çox maraqlıdır həqiqətən, amma heç nə, biz nə danışırıq qardaşım? Heç şeylədik. Elçini Real udacaq, siz deyirsiniz ağır oyun. Olmayacaq ağır oyun. Qardaşım, Elçi top 10-da gedir. Leipzig top 3-lükdə getsin. Barcelona yaxşı oynadı onlarla. Barcelona çox rahat oynadı. Yox, Barcelona bizim çox rahat oynadığımız Fərman oynaz olur. Nəsə bilmirəm niyə. Tək olsun, tək elə olsun, amma komanda elə bir hissiyat verir ki insana meydana çıxmamışdan əvvəl. Heç güvənə bilmirsən. Qabağındakı Elçi də olsan, məsələn, Elçi olmasın, başqa komanda olsun. Biz mövsümdə cəmlikdə olmuş.
Yəni Əslində Amma çox- hansı oyunları uduzmuşuq? Bax, Abdul, biz indi gələcək yavaş-yavaş mövsümün 3də 1 hissəsinə. Biz hansı oyunları uduzub, hansı oyunlara hal eləmişik də, heç kəsə qalmışıq. PSG-ni uduzduq. Birinci. Sezondan əvvəl idi, mövsümdən əvvəl idi. Xabi Alonsonun gəldiyi şeydən etibarən danışıram. PSG-ni uduzduq, düzdür. Ardından Atletico Madridi uduzduq. Liverpoolu uduzduq. Çətin səfər deyilən Rayonu heç elədik. Düzdürmü? Bu 4 dənə oyunda udduq saymıram. Borussia udduq İndi Juventusla Borussia Dortmund bax belə deyim də, biz ümumiyyətlə orta və ortanın aşağısı komandaların, onun üçün neçə podkastda biz deyirik ki, komanda nisbətən La Liqanı qazanmağa daha çox favoritdir. Çünki orta və ortanın aşağısı komandalara qarşı stabil oynayır. Ən azından nəticə üçün oynamağı bacarır, yəni nəticə qazanmağı bacarır. İndi nisbətən orta və ortanın üstü komandalar gələndə, hansı ki bu dəqiqə nə Atletico Madrid, nə də Liverpool hələ o səviyyədə deyil. Misal üçün Bavariya, misal üçün bir Bayern München deyil ki, çətinlik yarada biləcək səviyyədə, bir PSG deyil, Paris Saint-Germain deyil. Barcelona belə hal-hazırda, oyununa görə təbii ki, oyundan gedir söhbət. Barcelona belə bu dəqiqə ötən ilki Barcelona deyil oyun baxımından. Ki PSG ilə oyunda da bu göründü. Hələ PSG-nin əsas futbolçuları belə deyək, hücum xəttində yox idi. Amma onunla belə Barcelonaya Nou Campda futbol dərsi keçdi deyəcəklər ki, obyektiv yanaşmır. Nəsə. Nəsə. İndi biz adi bir söz işlədən kimi deyirlər obyektivliyi qoyublar kənara. Dediyim odur ki, biz orta və ortanın üstü komandalar qarşı meydana heç nümayiş elətdirə bilmirik. 3 dənə 90 dəqiqə PSG, Atletico, Liverpool. 270 dəqiqə və üstə gəl, məsəl üçün 1 saat dəqiqələrdə 10 qol buraxmışıq, səhv eləmirəmsə. 2 qol vurmuşuq. 2 qol da necə vurmuşuq? Oyun ərzində 270 dəqiqənin neçə dəqiqəsini biz oynamışıq və neçə dəqiqəsini rəqib oynayıb. Gəl belə bir şey deyim, nəticə bir sözü balla kəsirəm. Elə sən yavaş-yavaş onsuz da mövsümün 3də 1-nə keçirsən. Ora keçməliyik onsuz da. Rayo Vallecano'nun oyunda çox danışılası bir şey. Sən dediyin məsələlər. Fərman, sən Rayo ilə bağlı nəsə demək istəyirdin? Rayo uğurlar. Rayo uğurlar. Bəli. Keçərik o mövzuya. Rayo heç də. Əsas məqam odur ki, indi sözümüzün Mustafası Rayona heç şey elədik. Barcelona bundan istifadə elədi. Xal fərqini də azaltdı ləzzətli şəkildə. 3 xal oldu deyəsən. 3 xal oldu. İndi onlar evdə Bilbao ilə oynayırlar. Biz səhərdə Elçi ilə oynayırıq. Həm onlara, həm bizə çətin olacaq. Mən əminəm ki, bizə çətin olacaq. Varsa aparacaq Bilbao-nu rahat. Müdafiəsi o deyil. Hücum yaxşıdır. Baxaq da emosiya məsələsi var orada yenə də. Baxaq gör necə olacaq. Siz də şəhərlərdə yazın ümumiyyətlə La Liqada Realın oyununu bəyənirsinizmi, yoxsa yox? Çünki Çempionlar Liqasında çox güman ki, bu müzakirə edəcəyik, amma yenə də əsas La Liqada bu buraxılışda yazın fikirlərinizi və keçək növbəti blokumuza. Real Madrid halal. Bu podkastın aşı o olacaq ki, biz artıq belə uşaqlarla qərara gəldik ki, mövsümü 3də 1-i qutarıb, beynəlxalq fasilələri qutarıb, mövsümü 2 yox 3 yerə bölsək, bir dənə beynəlxalq fasilələri bitən məqamdır. Bir liqa mərhələsi bitən məqamdır. Canımız qutar deyə bu beynəlxalq fasilədən. Play-offa keçdiyimiz məqam artıq 3-cü rüb başlayır, belə deyək və axırda mövsümün yekunları. Hal-hazırda biz sizinlə tam rahat şəkildə mövsümün 3də 1 hissəsini danışa bilərik. Böyük rəqiblərdən danışdım, böyük nəticələrdən danışdım. Mən açığı yalnız linçləmək istəmirəm Xabi Alonsonu, biraz tərifləmək də istəyirəm arada. Bizə necə 70-in 30-da ki... Buyur təriflə. Yox, indi hal-hazırda tərifləməyə başlamayacağım. 70-in 30-da ki onu linçləmək istəyirəm, amma bu 30% var da nə də olsa... Yox, mən linçləmirəm bu dəqiqə Xabi Alonsonu. Gedişatdan danışdıq. Sadəcə məqam isə nədən ibarətdir? Bax, deyirik ki, Juventus o deyil, Borussia o deyil, qələbələri biraz, belə deyim də, qiymət verilmir qələbələrə. Amma bizə necə biraz 200-lük çıxır, nə mənada deyim. Biz özümüz yaxşı vəziyyətdə deyilik keçən mövsüm. Barcelona bunun hesabına bizi utdu. Heç kim demir ki, Barcelona çox pis vəziyyətdə olan bir Real utdu. Hər kəs deyir ki, Barcelona Real utdu. Ona görə də madəm ki, bizə qarşı belə bir fikirlər səslənir, mən də ona görə cavab olaraq səsləndirmək istəyirik ki, Real Borussiyanı utdu, Real Juventusu utdu. Juventus nə gündə olursa olsun, bizim də Realımız belə çıxmasın. Zidane'ın prime Realı deyil. Ancelotti'nin nə bilim 14-cü ilin, 15-ci ilin, nə bilim 22-ci ilin Realı deyil. Qardaş, bizim də problemlərimiz çoxdur da. Bizim də hələ çatacağımız, qiymət verəcəyimiz məqamlar çoxdur. Yox, bizim problemlərimiz Barcelonadan daha çoxdur. Bu 100%-dir. Elə ötən ildə indinin özündə daha çoxdur. Biz o problemləri özümüzə yaratdıq.
Biz Barcelona qədər kasıb deyilik. İndi kasıb dedikdə biz hamımız indi nə bilirik, mən nəyə nəzər tuturam. Yəni onların maliyyə vəziyyətini, amma özümüzü onlardan 5 betər kasıb kimi aparırıq. Azad agent dağcı qaçırıq. Düzdür. Pulumuz biraz var deyənə azad agentə yaxşı bonus verə bilirik, yaxşı maaş təklif verə bilirik. Hər şeyin öz plusu və minusu var. Amma açığı okey, hardasa sənlə razılaşsaq ki, Borussia Juventus o deyil. Amma Barcelona hardasa odur. O deyil Barcelona. Okey, o deyilsə ən azından belə deyək də Juventus və Borussiyadan daha yaxşı vəziyyətdə kimi qələmə veririksə və əgər biz mövsümün indi 1/3 hissəsinin yekunlarını müzakirə ediriksə, qardaş, onsuz da Barcelonanın da qələbəsinin memarı kimdir ilk öncə? Flickdir Barcelona üzərində qələbəmizin memarı. Çünki Flick mən belə başa düşürəm ki, tərsdir. Biraz ləzgidir, çox tərsdir də. Deyir ki, qardaş, bu xətti mən aşağı salmayacağam. Mənə o qaqaş, orada mən əminəm ki, o qaqaş həmişə o sual verən qaqaş, sən necə, belə baxır ona. Deyir ki, deyirsən, mən bat elədin, ha, salmayacağım da, sualı mövsüm sonuna kimi vermə. Mən buradan getməyəcəm bu klubdan. O sualı mənə vermir, o şey belə danışır da. Nemes kimi yaxın. Ana qardaş, ver. Xabiyə nə lazım idi? Biraz emosiya ki, orada Yamal biraz Zajigalkanın yanındırdı, sağ olsun, biraz yox-yox elədi, biraz padeşka verdi. Buradan məsafə, Vinicius'dan Mbappé'yə nə lazımdır? Qaçın. Artıq bunu müzakirə etmişdik, bunu demişdik. Barcelona bəlkə də aşağı blokdan oynasaydı, bu vəziyyətdə belə, Rafinha'sız belə, nə bilim, əsas qapıcı olmadan, əsas qapıcı olmadan qapıcı problemi yox idi həmin oyunda. Düşəsən, həmin oyunda əla oynadı. Yəni aşağı blok oynasaydı Barcelona, biz bəlkə də hal-hazırda vəbşi katastrofanı müzakirə edirdik ki, Real heç Klasikoda da qazanmadı. Düzdür. Və bizim Klasikoda seriyamız olacaqdı 4 oyun yox, rəsmi Klasikolarda 5 oyun qələbəsiz və vəbşi vəziyyət olacaqdı zirzibil. Buna qiymət vermək lazımdır, qardaşım. Başa düşürük, çoxunuz deyirsiniz ki, Xabi Alonsonu linçləmək üçün tezdir, linçləməyin və s. və laxır. Biz onun gələcəyini demirik ki, parlaq olmayacaq. Biz onun artıq keçdiyi yolu müzakirə edirik və başa düşürük ki, bir sual yaranır ortada. Sən axı klublar arası dünya çempionatında PSG ilə oyuna qədər maraqlı taktikalar göstərirdin. Qışın dönürdü komanda. Qardaşım, sən 4-3-3-dən başlayırdın, hibrid olaraq 3-4-3-ə keçirdin, 3-5-2 göstərirdin. Halbuki, baxmayaraq ki, Trent məsələ üçün 4-3-3 oynayıb ömrü boyu Liverpoolda. 3-5-2'li oyuncudur, biz hamımız bilirik, o lateraldir. O təmiz müdafiəçi kimi oynayanda, yəni 4-4'lü müdafiədə oynayanda problem yaşayır müdafiə ilə. Onu sığortalamaq lazımdır. Qardaş, 3-4-3 mən çox rəzil edir, düzdür. Biraz aşağı səviyyəli rəqiblərdir, Pachuca, Machuca zat. Amma Borussia'nın oyunda belə, qardaş, mən gördüm ki, komanda belə oynayırdı, biraz çox futbola baxanda o onları sxem kimi görürsən. Juventus-da pis oynamır, Juventus-da pis oynamır. Juventus-da futbol manager kimi görürsən də, onları artıq nöqtə kimi görürsən. Başa düşürsən ki, bu adamlar 4-3-3 yanırdı, biraz dəyişdi, belə sxem dəyişdi. Ləzzət edirdi. Biraz Xabi Alonso ona görə gətirirlər də, laptop manager, brat. Nəyə görə gətirirlər Xabi Alonso? Biraz ona taktiki güc ver, biraz disiplin yarat. Yəni disiplin Ancelotti da var idi, amma onun öz disiplini var idi, belə deyək də, ona uyğun disiplini var idi. Məhqqa ruka deyirlər Rusda da, yumuşaq əl taktikası idi. Belə deyir, ata rejimini çalır. Burada biraz dəmir əl indi Xabi Alonso istifadə edir. Prosta indi Ancelotti qədər indi şey yoxdur, platı yoxdur, amma yenə də maraqlı idi. Qardaş, liqa başlayanda nə baş verdi? Nə dəyişdi? La Liga başlayanda, çünki mən bunu PSG oyunu ilə, yəni müqayisə edə bilmirəm nəyə görə və ya o səbəb kimi PSG oyunu gətirə bilmirəm. Orada komanda özü oyunu verdi. 2 dənə səhv elədi. Ondan sonra PSG Ayzədədə oldu, qırmızı oldu. Aləm dəydi bir-birinə də konkret oyunda. Mən inanmıram ki, Xabi Alonso sırf o oyuna görə bütün yəni mövsümlük siyasət dəyişdi. Çünki elə çıxır ki, onda Xabi Alonso nə bilim, elə çıxır ki, mənəvi cəhətdən çox zəif. Biz La Ligaya da pis başlamadıq. La Ligaya da pis başlamırdıq. Oyunda mən xatırlayıram ki, 2 tur hibrid oynadıq, ondan sonra qurtardı. Bəs yavaş-yavaş komanda elə bir vəziyyətə gəlib ki, ümumiyyətlə heç oyun ərzində demək olar hücumları biz yaxşı kəsəli hücumlar görə bilmirik. Nə dəyişdi? Nə dəyişdi ki, misal üçün da biz o oyun daxili, misal üçün sistem dəyişəndə onu elə gözəl sinxronizasiya edirdilər ki, keçidləri. Misal üçün da mən hətta bizim əvvəl podkastlarımızda biz buna yer verib danışırdıq. Xabi Alonsonun gəlişindən sonra oyunda olan dəyişiklikləri danışırdıq. Bəs nə dəyişdi yaxşı? Komandada atmosfer dəyişib, sanki siz bilmirəm hiss edirsiniz bunu yoxsa yox. Dəyişdi. Qısacası onu müzakirə etmək lazımdır. Zidandan sonra Xabi Alonso ilk məşqçidir ki, mən tez-tez xəbərlər oxuyuram ki, Perez ona şərait yaradır ki, filan oyunçunu gətirir, filan oyunçunu gətirmir. Düzdür, mən buna %90 inanmıram.
bir köhnə azarkeş kimi və Perezi belə deyim də bir şəxsiyyət olaraq bir belə media ikonu kimi tanıyan bir insan kimi mən başa düşürəm bu adamın xarakterini. Burada biraz masonluq məsələsi ola bilər, amma bəlkə də nə bilim, bəlkə də həqiqətən Perez deyir, xəbər olsun ki, falan şey eləmə, burada bunu eləmək məsləhətli deyil, burada falan şey. Yəni o ki media bizə bildirir ki, xəbər olsun istədiyini elə bilər. Bəlkə reallıq o deyil. Bəlkə reallıq odur ki, Florentino Perez deyir ki, qardaş, risk eləmə də, lazım deyil bu hibridlər, midridlər, biz burada belə öyrəşməmişik belə, qardaş. 4-3-3 oyna. Maksimum 4-4-2 oyna. Ki 4-4-2-yə heç kim eşitləyəməz, çünki biz Çempionlar Liqası 4-4-2-ni udmuşuq da 24. Sən 100% razı deyilsən. Sən 100% razı, amma mən də razıyam. Razı olmazsan, mən də razıyam. Argument də gətirib razı. Siz argumentsiz danışırsınız. Siz sadəcə deyirsiniz ki, bu deyə bilər. Argument vermək üçün orada olmalısan da, Argument mən deyə bilərəm. Argument oydu ki, Benitez 2016-cı il La Ligada 4-0 El Clasico udzu və onu bir aydan sonra qol aldılar. O çıxdı ki, mən qorxdum Casemiro oyuna salmaq. Çünki ondan əvvəl o Casemiro oynadırdı və Carvajal'ı oyuna salmaq ki, və oturublar, baxırlar, nə bilim, media kimi yaradılsın da Xamisi buraxmışdı o Casemiro'nun yerinə həmin oyunu və 4-0 uduzdular. Çünki dayaq yox idi. Dayağı yığışdırdı tam olaraq. Zidane gəldi, Zidane hər bir tərəfdən köməklik göstərdi ki, Zidane ürəyin nə istəyirdi, komanda ilə eləyirdi. Və o Casemiro saldı və nəticə verəndən sonra ona heç kim bir söz deyə bilmədi. Amma nəticə verəndən sonra? Onun nəticəsini 6 ay qaldı da. 6 aydan sonra onun nəticəsini götürdü. Çempionlar Liqasını uddu. Amma ki, yenə dedim, Zidane gələn vaxtı, qardaş, Realın Barcelona səhv eləmirəmsə xal fərqi 5 idi, yoxsa 4 idi. Sonra oldu 12 xal fərqi. Mövsümü bir xal fərqlə uduzdular, razıyam da. Orada Atletico'yu da uduzdular onlar və sarı xal itirdilər Zidane'la. Amma ki 12 xaldan birə saldı. Nəticə əsas orada nə idi? Çempionlar Liqası idi. Hamı qəşəng başa düşürdü ki, Zidane o Çempionlar Liqasını udmasa belə, o qalacaqdı. Çünki onu heç kim yarım illik, Zidane o qədər ağılsız adam deyil, yarım illik Real'a gəlsin və o ikona fiqur deyil ki, o yarım illik harasa getsin. Mövsüm əvvəlində gələndə Alonso çox perspektivli məşqçidir. Onu hamı gözəl bilir. Leverkusen-də də göstərdi və s. Amma ki Real'a uyğun olan məşqçi deyil. Mən yenə də ona deyirəm ki, Alonso Real'a uyğun deyil. Nə mənada? Flick Barcelona uyğun məşqçidir. Çünki hücumu oynadır. Nə qədər də onlar Guardiola vaxtı da yuxarı müdafiə ilə oynayırlar. Bütün oyunları yox, durub oynayır. Sadəcə Guardiola vaxtı onlar oynayanda, məsələn, rəqib komanda topu görmürdü. Ona görə də Pique ilə Valdes bu qədər möhtəşəm sayıldı. O mənim şəxsi fikrimdir. Onlar ikisi də orta bir oyunçudur. Orta. Həm Pique, həm Valdes. Orta bir səviyyəli müdafiəçi ilə qapıcıdırlar. Sadəcə həmin illərdə Barcelona topu vermirdi deyə onlar yuxarı blokla da oynaya bilirdi. İş düşəndə Victor Valdes'ı bütün klassiklarda püllüyürdü. Madridist də deyirdik biz Valdes'ə. O da var. İndi Flick gəlib, həmin komanda deyil də topu o qədər onlar saxlaya bilmirlər. Yuxarı müdafiə ilə oynayır. Keçən il nəticə gətirdi. Bəli, keçən Inigo Martinez var idi, hansı ki bütün o momentlərin qabağını alır. Xətti Loro deyiləcək lider. %100. Lider. Bu oyuncu getdi, onu da qınamıram getməyində. Bu insanın 32-34 nəsə belə bir yaşı var. 2 milyon olurdu, dedilər 10 milyon olur. Niyə də getməsin də? Bu ən belə maksimumda 3 ildən sonra karyerasını bitirəcək. Onun kontraktında o var idi. Əvvəlcədən danışılır. Heç olmasa da belə də bu yaşlı oyunçudur. 32 yaşı var. Heç kim qınaya bilməz. Hə, o 3 ildən sonra bu özü də fikirləşməli. Yaxşı mən karyeramı qutarıb nə edəcəm? Amma bu fakt olaraq bir 3 il oynayıb bir 30 milyon qazanacaq da 6 milyon yerinə. Sadəcə bizim problem, ən böyük problem Alonso'nun çox özümüzdədir. Nə problemimiz var? Yəni azarkeşlərdə? Bəli. Nə problemləri var? Bu 10-cu illər bizə öyrədib ki, komanda pik səviyyədə olur. Komanda udur. Həm onun Mourinho'su. Pellegrini heç nə eləmədi, bir mövsümlük gəldi də. Amma ki Pellegrini 96 xal yığdı. Belə deyək. 96 xalda sən gedib başqa hansı çempionatda oynayırsan, çempionluydun. Sən pik nə edirsən? Komanda pikdə idi qardaşım. 14 il ərzində nəticəyə görə də. Mən nəticəni demirəm axı. Yox, indi mən gəl belə danışaq. 16-17, 15-16-da Real oyun göstərmirdi. Zidane təzə gəlində də oyun göstərdi, amma nəticə verir. Məqamlar var. Fərman, biz bilsən nə deyirik? Bizim dediyimiz odur ki, mən yəni Abdulun ən azından dediyindən bunu başa düşdüm. Misal üçün tutalım, Alaba zədədən qayıtdı və yaxud Cud zədədən qayıtdı. Tutalım. Alaba niyə görə zədədən qayıdandan bir həftə sonra start heyətdə oynamalıdır?
O məşqçi qərar. Və yaxud da yox, məşqçi niyə məşqçinin bax mən sənə bir söz deyim. Mən bunun altında şəxsən düzdür, okey, indi deyəcəksiniz ki, misal üçün da hardan bilirsən, siz lokal söhbətləri hardan bilə bilərsiniz, amma ən azından bir azarkeş kimi kənardan baxan qardaşım, niyə də yox? Kənardan baxan kimi qardaş, mən şəxsən sırf bunun o Perez məsələsi, sırf bunun rəhbərlik tərəfindən gələn sifariş olduğuna inanıram. Olduğunu düşünürəm. Normal oyunçu bir həftədən Bildim sonra də, yox, oynamalı deyə başa düşdüm. Bu adam sezonun 6 ayını, 5 ayını, 7 ayını oynamır. Məsələ nədir? Lətif, mən belə xırdaçı O belə deyim, mən Bu adamın illik maaşı səhv eləmirəmsə xalis 20 milyondan artıq 22 ya 23 milyon avro olmalıdır. 23 də 12 kimdə Alabada. Alabada. İkincidir komanda. Mbappé'dən sonra ikincidir. Mbappé'dən sonra məsələ də budur ki, məsələ də budur da. Bəli. Niyə görə bax dünən uşaqlardan biri maraqlı bir söhbəti deyir ki, komandanın maliyyə məsələsi. Dedim qardaş, bizim azarkeşlər elə danışır ki, sanki biz belə deyə də komandanın indiki azarkeşlərin bu bizim Real Madridin maliyyə departamenti ilə mi deyim, əlaqələri var. Məsəl üçün da oradan bir məlumat alırlar. Qardaş, komandada ümumiyyətlə maaş davasını, pul söhbətini birinci elə açan məsələlərdən biri budur. Alaba kimi bir futbolçu niyə görə 23 milyon avro, 22 milyon avro xalis maaş almalıdır? Məsələn, oynamaya, lap xalis almasın. Mbappé'dən sonra ikinci niyə görə olmalıdır? Bu adamın niyə görə müqaviləsində oynamadığı halda xitam verilmir? Məsəl üçün müəyyən kompensasiya ödənilməklə. Çünki hörmətlə elə deyirlər də, hörmətlə yanaşılır. Ona görə də biz Alabanı göndərmək istəmirik. Biz Alabanın bilmirik ki, onun müqaviləsində qeyd olunub, olunmayıb ki, bu nə qədər oynayanda maaş. Çünki elə müqavilələr var ki, punktlar vardı orada. Məsələn, sən 3 ay oyna, 1 aydan artıq zədələndinsə, məsələn, sən o ayın əməkçisini almırsan. Mən səhv eləmirəmsə, bax, Militao Eysel zədəsi alandan sonra ondan müqavilə uzadıldı. Carvajal'da da eyni şey. Militao'da da eynisi oldu, mən səhv eləmirəmsə. Militao da uzatmalar, çünki Militao 23-də uzatmışdılar. O da 24-də srazu qırıldı. Yəni məsələ bilirsiniz nədir? Yəni komandada mən belə düşünürəm ki, Fərman, üzr istəyirəm, sənin sözünü kəsdim, davam eləyəcəm. Mən belə düşünürəm ki, komandada sırf bu maaş söhbətlərinin, pul söhbətlərinin bu səviyyəyə gəlib çatmağının əsas səbəbində hazırki idarəçilik gedir. Klubun idarəçiliyi gedir. Məsəl üçün Jude Bellingham neçə milyon maaşla gəldi komandaya, maaşla? O 20 ilə gəldi. 20 ilə gəldi, düzdür. Niyə görə 20 milyonla? Bax, nəyə görə 20 milyon avro maaşla? Mən demirəm, Jude Bellingham məsəl üçün 20 milyonluq futbolçu deyil. Amma nəyə görə gəldiyi gündən bu adama 20 milyon, neçə yaşında gəldi? 20 yaşında. 20 yaşında. Nəyə görə gəldiyi gündən 20 milyon avro? Yenə Mbappé'ni başa düşürəm. Mbappé səhv eləmirəmsə 70 milyon avrodan artıq ilinə maaş alırdı. Gəldi, onu saldılar 30 milyona. Səhv eləmirəmsə 28-30 milyon maaş almalı. Amma o orada deyəsən 70-sini alırdı. Mən yəni Mbappé'ni hardasa başa düşürəm, çünki bu adamın maaşı demək olar ki 2 qatdan da artıq azaldıldı, komandaya gətirildi. Komandada normal maaş alacaq. Okey, bonus verdilər. Hardasa misal üçün da transfer pulunu kəsiblər. Hardasa. Amma ki mən şəxsən məsələn bəzi futbolçular var ki, bunlar transfer olduğu gündən etibarən bunlara verilən böyük maaşlar və yaxud da ki artımda misal üçün da Alaba örnəyinin özəlliyi ilə altından hər dəfə xətt çəkirəm. Çünki mənə görə komandada maaş söhbətlərinin bu qədər pik səviyyədə olmağının başlıca səbəbi odur. Alabanın aldığı maaş. Mən bir məqamda sənə razıyam, bir məqamda razı deyiləm. Birincisi Jude Bellingham o maaşı var. Jude Bellingham da 100% sən məndən razı deyilsən. Razı deyiləm, səbəbi də çox sadədir. Jude Bellingham biz alanda Jude Bellingham 110 milyon transfer. 110 milyon transfer martda qiyməti vardı. Bir. İkincisi Jude Bellingham nə vaxt gəldi? İyunda ya da iyulda da düzdürmü? Yanvar ayından Liverpoola, Chelsea-yə, Manchester City-yə, Arsenala yox dedi. Gəldi Reala və ona görə o bu maaşa layiqdir. Bir. İkincisi də ki Jude Bellingham həmin mövsüm. Bəs yaxşı Vinicius niyə görə maaşı artırmamalıdır? Viniciusun ilk mövsümünü 19-20 yaşında müqayisə edək, Jude Bellingham'in 19-20 yaşlı mövsümü ilə. Kimin mövsümünə əsas 20 milyonluq oyun oynadı? Jude Bellingham ilk mövsümdə yoxsa Vinicius hansı ki belə. Daş mən o mövsümü yada salmaq da istəmirəm nəyə görə? Çünki yaxşı ki mənim bəxtim gətirdi ki, Viniciusun ilk mövsümdə mən əsgərlik deyil. Vinicius neçə milyon alır? 45 neçə milyona alındı 45 milyona neçə milyon alır. Jude'dan eyni maaş alır. Allah razı Jude'dan eyni alır. Siz razısınız indi bu dəqiqə olmaz. Mən heç razı deyiləm. Mən onların statusunu və s. nəysə də bir çox məqamı nəzərə alsaq mən razıyam ki, onlar eyni maaş almalıdır. Mən bilmirəm onların müqavilələrində nə qeyd olunub. Amma Vinicius bundan sonra maaşı maksimum indi uzadılsa müqaviləsi
2030-cu ildə ikinci dəfədir sənin sözünü kəsirəm. 2030-cu ilə qədər Borcu var maksimum sənin, yığılır yavaş-yavaş. maksimum 2030-cu ilə qədər Viniciusun müqaviləsini əgər uzatsalar 5 il. Vinicius nə olacaq? 30 yaş. Ondan sonra Vinicius 30 milyon misal üçün əgər indi 30 desə səhv etmirəm, Mbappé qədər. Ondan sonra bunun müqaviləsi artırılmayacaq. Bellingham'in müqaviləsini yenə artıra bilərlər. 5 yaş fərq var. Hə, 5 yaş az yaş fərqi deyil ki. 5 yaş. Viniciusun 30 yaşı olanda hələ adamın Bellingham 25 yaşı olacaq. bir dəfə müqavilə uzadacaq. Bəli, məsələ də orasındadır. Bu adam ona görə müqaviləsini artırmaq Siz istəyir. danışırsınız, mən qulaq Pardon, asıram. bizim Məbləğini. məsələlər. Və gördüm ki, və fikir verirəm. Niyə gəldi ki, bu problem söhbət yenə? nə prezidentdədir, Mən onu gedək. Hə, Florentino Perez. nə prezidentdədir, nə məclis. Problem Viniciusdadır. Niyə? Hoppa. Bax mən sizə izah edirəm. Çox sadə bir. Hansı oyunçu ondan başqa maaş davası eləyir? Bir sual, bir hə yoxdur, bir oyunçu adı. Oyunçu adı. Yenə dedim sənə ki, yenə sənə deyirəm ki, yəni bu adamın bundan sonra müqavilə bu 4 il səfərimiz yoxsa 5 il müqaviləsi uzatmaq istəyirlər. 27-ci illə qədər. Zaten cəhənnəm olub çıxıb gələcək də, xoşu getsin gəlmir çünki də. komandan istəmir də getsin. Sənin Qardaş, rəhbərliyin onu Vinicius göndərmək Ronaldinho istəmir. fərqi bilsən Abi, nədir? bax Fərman, Bir sənin neçə komandan, arasında sənin olur, komandan. hə. Bax qulaq as mənə. Sənin rəhbərliyin nə Viniciusu göndərmək istəyir, nə də Viniciusun maaşını artırmaq istəyir. Əslində bəlkə də göndərmək istəyir. Maaşı 25 milyon eləyir bu razı Bəlkə də göndərmək istəyir. Bunu belə deyək də, Ona bəlkə söhbətlərlə aparır söhbəti, ora aparır. Amma bu adam da bu yaxınlarda söhbət eşitdim ki, desən azad agent kimi getmək istəyir. Bu cəhənnəm olsun, çıxsın getsin. Azad agent kimi getmək Ay, istəyir. getsin. Okey də getsin. Bax indi yaxşı, mən onda sizə belə bir sual verim. Bu mövsümün 3-1-ini qoyduq kənara, tamam başqa söhbətlərdən danışırıq. Son vaxtlar mediada məlumatlar, xəbərlər yayılır ki, Holland transferi, yox qulaq as. Başqa sual verəcəm. Holland transferi və Viniciusun göndərilməsi, Mbappé'nin sol cinahda oynayıb Hollandın 9 nömrə mövqeyində oynaması. İndi mənə cavab verin görüm. Holland komandaya transfer olunsa, Mbappé də solda oynasa, nə olacaq məsəl üçün? Nə gözləyirsiniz komandadan? Gəl istəyirsiniz Fərman, mənim ki, 2 dəfə sözünü kəsdim. Benim sual cavab versin. Fərman 100% danışır. Sonra mən Fərman 100% sual danışır. cavab verəcəm. Belə deyim də Vinicius göndərilməlidir. Mən o mövsümün əvvəlindən deyirəm. Okey. O çünki komandada problem yaradan yeganə oyunçu odur. Göndərəsin. Niyə də Rodrigo yazıq yetim, bədbəxt. Hələ bir ki, Lətif bilsə, Elə Rodrigo da göndərilməlidir. oğlu məktəbdən qovursan. Elə Rodrigo da göndərilməlidir. Yox, o məndə yox. Başqa məktəb taparam oğlamaz. Mən şu fərqi yoxdur, qəti fərqi yoxsa sadəcə olaraq sualıma qoy cavab versin, görüm. Hə. Ona da çatacaq. Olar sonra mən cavab verim, çox sağ ol. Mən bir saat bundan əvvəl söhbət edəndə dedim ki, Biz danışdıq. Aha. Bir saat keçmiş. Yox. Sənin gecikdiyin müddəti. Bu dəqiqə 40 dəqiqə bundan əvvəl podkast başlamalı idi. Real Madriddə də yox ha. Ümumiyyətlə bir futbolu götürsən, bir kişi komandası yoxdur. İndi siz mənə sual baxacaqsınız ki, kişi nə mənada? Kişilərin oynadığı komanda yoxdur. Qardaş, 2012-13 mövsümündə mən bu Realın ümumiyyətlə belə sən 12-13 mövsümündə Real Dortmunda 2-0 utdu və 4-1 birinci uzanda Ramos kimi oyunçu hönkür-hönkür ağlayırdı. Ki mənim komandam uduzdu. Ki söz vermişdi də. 12-dən sonra söz vermişdi ki, gətirəcəm. Okey, yox, 12-dən yox. 12-dən söz. O Bavariyada söz verdi. 12 idi. Ondan sonra 12-13 mövsümü idi. Onlar Dortmund utdular. Qardaş 12-də oldu, bu da 13-də oldu da nə? Hə, nə olsun da indi okey. Bir əvvəlki söhbəti yenə söz verə bilmədi. Heç ona da gör, onlar comeback eləyə bilmədilər. Chelsea ilə oyunda 20-21 mövsümündə Çox gec geri qayıtdıq ona görə. Gec geri qayıtdı, düzdür. Çox gec geri qayıtdıq. Özlü pas verdi. 5 dəqiqə bizə vaxtımız olsaydı əlavə. Olan oldu, keçdi. Chelsea udzanda bunlar Zidanın vaxtında. Həmin azar idi ki, həmin oyunçular idi ki, belə deyib gülə-gülə görüşdülər. Keçən Barcelona udzuldular. Azar sürüyürdü o günü. Keçən Barcelona udzanda Rafinha, Rodrigo, Vinicius durub əlləri belində söhbət edib gülürlər. Nə var? Gedək saxına. Qardaş, sən futbolçusan. Qədədirlər də, gədə. Sən futbolçusan. Mən demirəm ki, get onunla dava elə. Yox, sən əlbəttə ki, rəqibə hörmətlə yanaşmalı. Udub, gəldin, təbrik elədim bu formanı. Bir zəhmət də, biraz kədərlən də. Biraz nastroyeniyası çıx getdi, çünki Azərkeş də sənə baxır. Sonra Razdivalkada nə istəyirsən də qardaş. Yox, necə ki Barcelona uduzanda o reaksiya verdi futbolçuları. Bizimkilər amma uduzanda bir çön bax, bizimkilər nə reaksiya verir. Mən yenə də deyirəm, bax
Onu deyir. Lider kişilik, komandada kişilik yoxdur. Tək Realda yox ha. 90%, 95% komandalarda yoxdur. Bunu kəsərik də. Yollu kişilik yox. Yoxdur da qardaş. Oğlanlıqları, Komanda bizə nə Onlar ağır vəziyyətdə. Bax Ronaldo 30 milyon alırdı və o tələb elirdi mənə 50 milyon ver. Düzdür? 2018-də. Amma 50 milyon qarşısında hər milyona bir qol vuruldu. Ronaldo indi oynasa neçə milyonluq futbolçulardı görəsən, indi prime mövsümünü yaşasaydı. O oyunçu sənə nəticə verirdi. Vinicius buradan 30 milyonu istəyir, amma sənə nəticə vermir. Nəyinirəm o oyunçu? Tək başına vermir, amma komanda şəkildə verə bilərdi, amma bir problem var. Kroos'un dediyi söz deyir, Ronaldo olmasaydı biz heç vaxt bu qədər Çempionlar Liqası udmazdıq. Amma bilirsən də Ronaldo eyni şey yarım müdafiəsi haqqında da deyir və mən ona O görə deyilməli, amma Ronaldo bütün komandaya motivasiya verirdi. Ronaldo hamını daşıyırdı qabağa. Çünki o insan doymurdu udmaqda. Hansı oyunçumuz indi elədi? Ümumiyyətlə 30 milyon komandada bir dəqiqə 30 milyonluq futbolçu var məsəl üçün bizim komandada. Yox. 30 milyon maaşı həqiqətən də maaş yox. Eləyəndə, yəni onun haqqını verən. Keçmiş 30 milyondan söhbət eləyirsən, indi inflyasiya ilə əlbəttə onu qoyuram bir. Keçmiş 30 milyonluq yoxdur. keçmiş 30 milyon indiki 50 milyondur. 50-60 milyon. İndiki Mbappé ki golun vurur. O 30 milyon Messi ilə Ronaldodan başqa heç kimə vermirlər səfər. Ronaldo. Yox. İndi mən Maxaçqalın Anju klubu Samuel Eto'ya verirdi, sağ olsun. Süleyman Kərimin sağlamlığımızı bildirirəm. Benzema çox adam xoşlamırdı onu. Ronaldo vaxtında. Amma həmişə oyunçulara heyran olmuşam da o oynamağından çox xoşlayırdı. Çünki böyük oyunlarda nəticə gətirən oyunçu olub. Böyük oyunlarda çox da qəşəng nəticə gətirib. Demək qızıl top alan ili və ondan əvvəlki görsən ki, bu komandanın lideridir. Yeri gəlsə Vinicius da pazlayırdı, onu da pazlayırdı, bunu sözün deyirdi, istədiyini də pis mənada, yaxşı mənada eli və nəticə verirdi. Əgər oyunçu sən dediyin kimi deyib eləyirsə, ona heç kim bir söz deyə bilməz. Vinicius buradan 30 milyonu istəyib, buradan da nəticə verirsə, mən sənə deyirəm ki, Lətif, bu kişi haqqını istəyir də. Mən sənə tam razıyam. Amma ki, mən alamam qoyuram bir qırağa, ona bəs maaş məsələsində mən onu deyirəm ki, komandada bu söhbətləri, pul söhbətlərini yaradanın elə bir rəhbərliyi idi ki, bu qədər katastrofik maaşa qaldırıb söhbəti, tası qaldırıb. Vinicius'un bir əsas belə funksiyası nədir? O bilir ki, bunun bir il müddəti qalıb. Bir il müddəti qal. Komandanı şantaj eləyir media ilə, buradan ki, mənim maaşım artır, yoxsa mən pulsuz gedəcəm. O da düzgün şeydir, çünki səni adam eləyən Real olub. Sən adam deyil. Yox, məsələ bilirsiz nədir? Orada bir məsələ azad agent kimi getmək, azad agent kimi ona görə getmək istəyir ki, azad agent kimi ona görə getmək istəyir ki, bonus ala bilsin getdiyi komandadan. Sualın qaldı bir qırağa. Demək istəyirəm ki, elə onun cavabı gəlməmsən. Orada nə hal var? Hollandla Mbappé məncə ikisi də bir yerdə oynaya bilməyəcək. Çünki Mbappé özü qol vurmaq istəyir. Tək ki mən səhv olum. 100% elədi. Sən səhv olmayacaqsan. Çox sağ ol. 100% sən düzsən. Mbappé qol vurmaq istəyir və qalyador olmaq istəyir. O bilir ki, Holland ondan çox qol vuracaq və Hollandda oynamaqla. Amma Holland Realın hücumçu problemini həll etməyəcək. Çünki Holland sürətli futbol oynayır və yenə də açıq belə deyək də prostransiyada da oynayır. Biraz razı deyiləm ki, amma o Mbappédən fərqli olaraq o biraz yəni adamınki ver vurum deyə, ver vurum. Realda bu dəqiqə ver vurum yoxdur. Bəli, 100%. Vurum var, ver yox. Verən yox. Orada ver vurum yoxdur. Gəlin bizdə olsun, ver cavab verim də. İlk öncə sən qısa sualıma qısa cavab verim, sonra sən uzun sualıma uzun cavab verim. Suallardan söhbət edir uşaqlar. Lətif. Buyur. Lətif, sənin sualın ki, məsəl üçün biz Vinicius göndərsək, Hollanda yerinə alsaq. Açıq bir maraqlı bir məqam bildirim. Baxmayaraq ki, mən Vinicius'a nifrət edirəm və ona Reala layiq bir oyunçu saymıram. Xarakterindən görə. Oyunu hərdən bir də qəşəng oynayır və mən onu o vaxtı tərifləyirəm. Oyunu pis oynayanda çox maraqlı nə deyəcək? Aha. Mən həmişə demişəm, məndən sual veriblər ki, Vinicius göndərməlidir də klubdan da. Bilirlər ki, mən xoşuma gəlmir ki, yox göndərməli deyil. Həmişə demişəm buna. Bunu hər kəs. Sən nə vaxt demirsən? Mən eşitməmişəm onu. Mənə çünki o sual verən yoxdur. Hər kəs elə bilir. 3 ildir mən sənə bu sualı verirəm də. 2 ildir sən tanıyandan bu sualı verirəm mən sənə. Ürəyimin dərinliyində gizli bir sevgi var Vinicius'a qarşı. Bunu mən həmişə deyirəm. Gizli sevgi yoxdur. Mən burası etiraf edə görək. Bir 20 il azarkeş kimi mən başa düşürəm ki, bu komandanın problemi hücum deyil. Oyundan bir söhbət edirsə. Amma haqqına deyib onu, haqqına deyib. Bir kərə vaxt xatırlayıram. Komandanın problemi yarım müdafiədə qardaş, problem yoxdur da. Bir mövsümcə, bircə mövsüm biz Vitinha tipli bir oyunçu alaq. Bircə mövsüm. Perez də aldı, Perez də aldı Vitinhanı gətirdi. Necə ki Hollanda hal-hazırda məsəl üçün də hələ ki qəzet
üzvlüyündən başqa bir şey Hollanda deyil. alar, amma ki sənin üçün 8-10 nömrə müqaviləsi gətirsin. sistemçədə 35-ci Nə olsun ki, nə olsun ki, Hollanda Mənim sözümün alar. canı ondan ibarətdir ki, mən bu hücumçuları, Rodrigo olsun, Mbappe olsun, Vinicius olsun, keçən il birləşiblər, düzdürmü? Keçən il Mbappe gəlib də. Mən bunları bir dənə normal yarımdafi ilə görmək istəyirəm və ondan sonra əgər bunlar yenə bu gündə olacaqlar, onda qardaş o hücuma problemini həll etmək olar. O ki yarımdafənin problemi həll olunmur. Problem olmayacaq ki onda. Problem Onda düzələcək də problem. Düzələcək. Onu bir digər sual verim ki, Fərman müəllimin məsələsi var ki, problem Perez deyil, problem Xabi Alonsodur. İndi elə Fərman sənin sözündən elə çıxır ki, biz hamımız klublar dünya çempionatı baxırdıq. Biz görürük ki, bu hibrid sxemalarla, bu 3 dənə box-to-box oyunçular fərqi yoxdur, hansı bacarığa malikdirlər. 3 dənə box-to-box oynatmaqla, Arda Güler hərdən birdən sağda oynatmaqla bu komandanın playmaker məsələsini həll edirdi hardasa. Biz çünki klublar arası dünya çempionatında olsun ya da mövsümün əvvəlində demirdik ki, qardaş bizdə yarım dəfədə problem var. Biz vaxt keçdikcə bunu başa düşdük. Nəyə görə? Çünki komanda köhnə futboluna qayıtdı. Komanda keçən mövsümdə futboluna qayıtdı. Yanımda Kroos kimi adamın yoxdur. Həqiqətən elə oldu. Həqiqətən Simbol mod içində yoxdur. Biz yenə başladı qardaş eyni şey danışmaq. Yarım dəfəsi yoxdur. Amma klublar arası dünya çempionatında bu problemi danışmırdıq. Mövsüm əvvəlində də bu problemi danışmırdıq. Məsələn elə çıxır ki, Xabi Alonso öz əlləri ilə bu qaqam yəni getdi, Real Sociedad B-də məşqçilik elədi. Bayer Leverkusen-də nəticə göstərdi. Faktiki olaraq heç kim bunu dana bilməz. Gəldi, qalxdı Reala, arzusudur. Ya Real idi, arzusu ya Liverpool ya Bavariya. Əvvəl oynadığı komandalar. O ki, çatdın arzuva. Pikdir, futbolun pikidir Real. Elə çıxır ki, sən öz əllərinlə komandanın zəif nöqtələrini ortaya çıxartdın. Elə çıxır. Yəni o el deyirsən ki, bunu qıraq şəxslər, klubun idman direktoru, prezidenti və yaxud da futbolçuların təzyiq eləmədi. Xabi Alonso özü götürdü ki, bilirsən nə var? Yarım müdafiədə problemdir, hə? Gəl elə oynayım ki, hər kəs görsün ki, mənim yarım müdafiədə problem var. Bunu demək istəyirsən də elə çıxır sənin sözlərindən. Alonso'da da problem. Mən yenə də səni vurğulayıram. Niyə görə Alonso'dadır? Onda Alonso 5 müdafiəçi. Vitinyanı istəsəydi misal üçün Perez alacaqdı. Almayacaq. Tapanca ilə öz ayağından vurdu və PSG də onu satmayacaqdı. Yaxşı, Vitinya olmasın. Vitinya olmasın da misal üçün. Stilleri satmayacaqdı 35 milyon. Yaxşı, indi sən deyirsən, bu insan bəs niyə çıxırdı ki, mən bir dənə yarım müdafiəçi alacağam? Çıxır deyirdi də. Ha, deyirdi də. Niyə almadı? Kim almadı onu? Sən nə bilirsən? Bəlkə problem özündə olub. Qardaşım sən demək Necə özündə olub? Bəlkə deyir, sən əgər almayacaqsansa, vəd vermə. Bildin nə demək istəyirəm? Əgər sən bilirsənsə prezident səni yox deyəcək. Niyə yox deməlidir? Yaxşı, əgər komandanın zəif nöqtələrini görürsə də bu prezident, komandanın da uğur qazanmağını istəyirsə, bu çox təriflənən Florentino Perez niyə görə almama? Görmür ki, mən gördüyüm o görmür. Müdafiəçin var, sən birini satmalısan. Kimi satmalısan? Ya Kamavingavı, ya Ardavı satmalısan. Çünki çoxdur yarım müdafiə. Sat da. Kamavinganı sat da misal üçün. Niyə satmasan? Biz bilmirik içəridən o. Bəlkə bu istəyib, məsələn deyirəm. Bəlkə də Perez almayıb, deyib almıram, qırıl get o tərəfə. Biz heç kimiz bilmirik içəridə nə olub. Biz hal-hazırda öz fikirlərimizi Söyle deməli problem Perezdədir. Biz öz fikirlərimizi bildirik ki, şəhərlərdə insanlar da öz fikirlərini bildirsinlər. Heç kim orada deyil. Heç kim orada deyil. Əgər sən bilmirsənsə, sənə oyunçu alıb almayacaqlar. Vəd vermə. Kim vəd vermir? Alonso. Alonso nə vəd verdi? Alonso ki, mən bir dənə yarım müdafiəçiyə baxır, əlavə də transfer olunacaq. Sən əgər orada bir dəqiqə. Ona hansı ayda çox üzr istəyirəm. Ona gələn kimi dedi ki, bomba futbol oynadacağam. Amma bir sual var. Elə bir dəqiqə. Əgər biz orada deyiliksə, biz demək ki, məntiqdən getməlidir. Məntiqi hərəkətlərə əsasən nəsə qiymət verməliyik. Qardaşım, biz hər gecə mən niyə bura mövzuların belə başlayır da? Biz hər gecənin üçün həyat gecələr başlayır da. Gecəniz xeyrə qalsın postunu paylaşırıq Telegramda. Bu bizim adətimizdir. İnaqda Əfqan səhər saat 6 duranda sabahınız xeyir də paylaşır. Ronaldo ilə açırıq səhər. Ronaldo, o heç də o plastikdir. Məsələn, səhərimizə avokadosuz. Avokado. Biz avokado yeyirik, mən paylaşır əminəm də. İndi məsələ ondan ibarətdir ki, biz gecəniz xeyrə postu paylaşanda yayda bir video paylaşdıq. Edit idi, TikTok editi idi. Stiller oturub kabrioletdə, birisi də olanın sponsoru Mercedesdir, Stuttgartda Mercedesdir. Opa. Onlar Kuboku sahibi idilər, Kuboku qaldırırdılar. İyun idi, iyul idi. Kuboku başında paraddır da, prosta onlarda avtobusdan parad deyil, Mercedes deyən sponsor. Sual vermişlər də Stiller. Ona demişdilər ki, Real'a bəlkə gedəsən. Mən yanında o bir sonucu var. Yanında o bir sonucu var. Dedilər ki, sən gedirsən klubdan, və Stiller, gedirsiniz klubdan,
Deyir, mən qalıram, Ştillerdə getməlidir, halamadır. Yəni bunlar bu komanda da içində. Bunun faktiki gözümüzdə gördüyünüz bir məsələdir də. İstəyirdi gəlməyə. Danışırdılar bunu ki, Stiller real. İstəyirdi gəlməyə Heç ki, adam. mən bunu nəyə görə deyirəm? Çünki biz sizə söhbətlər gedir ki, bizim möhtəşəm siyasətimiz ondan ibarətdir ki, futbolçu hər kəsdən imtina etməlidir. Bütün potensial rəqiblərdən, necə ki, Jude Bellingham rəqiblərdən, məsələn, Bellingham getdi Arsenala, City-yə, Chelsea-yə, yox dedi, Reala gəldi. Yəni sədaqətini göstərməlidir. Bunun antonimi də yoruldu. Qız alırlar elə biraz. Yəni sədaqətini almaq istəyir. Arxada Jude Bellingham gətirir, belə atası oturur, anası oturur, Peris, nə şirin çay, bir dənə. Hə, indi məsələ ondan ibarətdir ki, Jude Bellingham onu göstərdi, Euro yox. Euro var da o. Europula qarşı. Nə deyirlər ona? Velosiped sideniyasına oxşayır sifətdən, lapatka baş. Bax o qaqaş. Tərifləyiblər hətta. O sədaqət göstərmədi. Deyirlər. Axırda Lille ona cavab verir ki, qarşı Real 30 milyon verir, Manchester United 60 verir. Basket Manchester. Dedi baş üstə getdim. Yəni o sədaqət verir. Yəni Stiller sədaqət göstərdi. Ən azından okey deyəcəksiniz ki, bir dənə 30 saniyəlik videonu bunu necə tutdun? Tutdum ki, buna danışırlar, bu istəyirdi. Gözündən göründü ki, özləri heç deməli yazır. Qardaş Stuttgart formasındasan, kubokda əlindədir. Burada deyə bilmirsən də, Reala getmir. Ürəyin o istət bəlkə gələr də, təklif gələr. O Bavariyanın yetirməsidir. Onu Stuttgart adam eləyib, baxmadı, şans verdiyi komandadır da, hörmətsizlik edə bilməz. Amma qardaş, elə çıxır ki, Xabi Alonso çıxır. Deyir ki, bomba oyun oynadacağam və oynadır bir müddət. Sonra liqa başlayır, 2 oyun normal oyun görür, 3-cü turdan başlayır yenə xana. Yarım dəfədə problem, Mastantuono qaçmır, sağ cinah keçən il nə deyirdi? Bir sağ cinah hücumçusu problemdir. Rodrigo formada deyil. Ki, Valverde oynayacaq. Rodrigo formada deyil. Sağ cinah problemdir deyirdik biz keçən il ki, Rodrigo formada deyil. Orada nəsə eləmək lazımdır məsələn. Biz onu danışmırdıq 3-cü, 4-cü tura qədər. İndi təzədən başladıq onu danışmağa, qardaş. Deməli, hansısa bir statika var da. Bu xiyardır. Bu elə demək istəyirsiniz ki, Xabi Alonso xiyardır. Açıb 24-25 mövsümünü. Ancelotti hansı problemi vardı? Sağ cinah hücumçusu, müdafiə, bir də məsəl üçün yan müdafiədə kreativ oyunçunun olmaması. Yox deyil, müdafiəni aldılar mənə, sağ cinah hücumçusu. Elə oynayım ki, sağ cinah müdafiəçisi yenə problemi qalsın, hücumçusu. Bir də yan müdafiəçi problemi qalsın. Elə deyil axı. Mastantuono aldı da qardaş, buna kimi almalı deyə əlavə. Qardaşım, aldı və almadı. Bu Mastantuono oynanmırdı düzdür klublar dünya çempionatında. Elə River Plate-də idi də. Amma oynayırdı məsələn 5-3-2, 3-4-3, nəsə qarışıq oynayırdı da. Mastantuono biz o vaxtı görmədik, yəni onu biraz pis misal çəkdim, amma indiki onun taktikası onu gətirib çıxardı ki, biz o problemi görürük də sağcılar. Ya sən problemi kimdə görürsən? Mən problemi onda görürəm ki, qardaş, bu məşqçiyə mənə görə və çünki özü ağzından dedi ki, mən yan müdafiəçi istəyirəm. Yadınızdadır? Ya demək istəsə belə, ən azından biz okey, uşaqlar orada şəhərlərdə yazacaqlar ki, biz bilmirik, siz adam bilirsiniz məsəl üçün. İntervyuda deyirdi. Yox, mən heç olmasa yox, hansısa məqamları biz burada çatdırırıq. Elə çatdırırıq, elə ki, mən indi podkast qutarsın, Samarətdə uçuram Bernabeu-da. Söhbət ondan ibarət ki, biz bütün gün mənbə oxuyuruq qardaş. Bütün günü araşdırırıq. Bu kluba yaxın mənbələri var, klubdan uzaq mənbələri var. Uzaq mənbələrə inanmırıq, yaxın mənbələrə həqiqətən baxırıq da bunun sözü. Bir sözü bir nəfər deyirsə, okey, amma 3 nəfər, 5 nəfər, 10 mənbə deyirsə, artıq burada nəsə var da. Sözü düz gəlirsə o mənbələrə, onun etibarlılıq səviyyəsi qalxır qardaş. Neçə dənə mənbə dedi ki, bu Xabi Alonso yan müdafiəçi istəyirdi. Almadılar. Ha, yaxşı qardaş, siz yapışmısınız bu yarım özü də deyirsən Mastantuono məsələsidir. Məsələn, Mastantuono gətirdi də başqa kimi gətirmə. Qardaş, iddialı bir ad gətirərdi də. Mastantuono 18 yaşında, 18 yaşını tamamladı, götürdü, gətirdi. Yox, əgər gətiribsə, klub siyasətini bu boyda klub siyasətini bir dənə baş məşqçinin istəklərinə, təzə gətirdiyi baş məşqçinin istəklərinə görə qurmalıdır. Klub başqa, yox, klub Xabi Alonso sənin komandavı 3 ayda tanıyır, 2 ayda gəlib misal üçün tanıyır sənin komandavı. Sən özün illərdir klubun prezidentisən, görmürsən ki, sən hansı cinahında hansı nöqtədə problem var. Siz belə deyirsiniz, prezident elə bil oturur belə düşür aşağı, belə düşür, gəlir oturur sənin yanında bilirsən. Qaqa sağda oyunçu var. Bəlkə alın bir dənə. Yox, biz sən başa düşürsüz prezident. Florent yox, klubun idarə heyəti hər halda səndən məndən daha yaxşı tanımalıdır sənin komandanı və oradakı nöqtələri. Onun üçün sənin transfer edəcək şəxslərin var. Onun üçün sənin Florentina Perez 90 dəqiqə gəlib Bernabeu-da nəyə oturur futbola baxır məsələn. Yaxşı bir şey gəlib baxmalıdır. Bax sən bunun üçün baxıb nə götürür oradan? Ya elə belə gəlib. Bunun üçün deyirsən ki, baş məşqçin var. Demək istəyirsən ki, Carlo Ancelotti keçən il müdafiəçi istəmirdi. Ancelotti'nin qalmaq səbəbi oydu ki, Alonso gəlmədi. Onu hamı gözəl başa düşürdü. Yox, okey də, gəlmədi. Ona görə də onun bu qədər adam şəxsiyyətsizdir ki, buna görə qalsın. Kim? Ancelotti deyəndə ki, qardaş sən Real adam elədi. Kimə adam elədi Real? Sonra
Qardaş Əlbəttə, Ancelotti Reala gəlməmişdən əvvəl Ancelotti deyildi bə ya. O nə deməkdir? Bəxti gətirdi də Realda. Nəticə verdi. Allegri də gətirirdi. Allegri də gətirdi. Yalnızca da paylaşım var. Allegri bazaya gəlir. Yaxşı ki, bəxtimiz gətirdi. Nənəmin də bir şey olsaydı baba deyərdim. Faktiki məsələlər idi onlar. Faktiki odur ki, Ancelotti gəldi. Faktiki olaraq Ancelotti gəldi, Ancelotti amma gəldi. Evertonda bir dəqiqə Napoli-lə Evertondan sonra Ancelotti o Ancelotti deyildi. Napoli-lə Evertondan sonra Ancelotti deyildi, Bəli, amma Bavariyadan da sonra deyildi. klubda yönlü gəlib Ancelotti gətirmirdi. Allegri-ilə alınmadı. Bu da zəng edir ki, mənim bir Everton özü ağzında dedi ki, mən Reala su kəndi düşmüşəm. İkinci dəfə gələndə. Düşdü. 3 il qaldı, nəticə verdi. Nəticəni o verdi. Nəticə verdi. Əlində olan materialla və bir dənə Jude Bellingham bəs göndərilmə səbəbi nə idi misal üçün? Niyə ona axırıncı ilində olan lazım olan transferlər olunmadı? Danışıqlar gedirdi. Yayda da bildirdi ki, gedin qardaş sual versiniz bir cavab verin. Qardaş sən çünki sualı başqa yerə aparacaqsan. Yaxşı cavabını ver. Okay. Ancelotti qollanacaqdı. Niyə görə? Ancelotti qalmaq səbəbi bir dənə oldu ki, Çempionlar Liqasında La Liqanı utdu. 24-də. Bu oyundan Ancelotti mövsüm yarısında qollanmalı idi. Ancelotti hörmət var. Nə elədi də sənin üçün Ancelotti 24-25-də? Əlində olan heyətlə maksimum elədi. Zədələrlə boğuşurdu sən 2024-2025-ci ildə komandanı. Bəs sənin problemin deyil, klubun problemidir də. Klub oyunçu gətirməlidir komandaya. Alonso gəlməli idi, mən Leverkusen-də qalaram. Onu hamı gözəl başa düşürdü. Qardaşım, bir şey deyim sənə. Bax, qələbələrdən söhbət getdi. Mən biraz sizi sakitləşdirim, biraz başqa tərəfə aparım sizə. Çünki mən hər dəfə çalışıram sizə əhəmiyyətli yaparam. Siz mənə yeni yasamalda düşürdürsünüz. Bir məsələ ondan ibarətdir ki, bax sən deyirsən ki, siz qələbələrə o qədər öyrəşmisiniz ki, bəli. Ki indiki mən bilmirəm, bir-iki dənə oyun nəsə pislənticə, sizi o artıq məsələ üçün onu gətirib çıxarır ki, siz gəlib burada pis şeylərdən danışırsınız. Komanda dağılır da bu üçün. Bəli. İlk öncə bacım məqam ondan ibarətdir ki, ən çox o yaxşı illərdən sən danışırsan, problem ondan. Ən çox sən onları yada salmağı xoşlayırsan və mən səni tam olaraq buna dəstəkləyirəm. Ki, o vaxt Ramos var idi, Ronaldo var idi, o yerə qutardı da. Məsələ ondan ibarətdir ki, mən başlayanda komandaya əsas keçid eləməyə 2006-cı il idi, bizdə baş məşqçi Capello gedirdi. Yox, Capello idi deyəsən. Ya da Schuster idi. Capello. Ya içinə biri də. Çox zibilə bir futbol oynayırdı. La Liga bəli, nəticə ən əsaslı zırt-pırt, amma çox zibilə qalmış bir oyun oynayırdıq. Ona görə vaxt keçdikcə Perez də qayıtdı, ulduzlar da alındı və s. Yəni mən başlayanda bunu hazır keçid etməyə 4 il komanda Çempionlar Liqasının 4-1 finalını görmürdü və ondan sonra 2 il sonra 4-1 finalı görmədi. Yəni pis vaxtında başlamışam hazır keçid etməyə. Mən indi hal-hazırda düzdür, qələbələrdə mən doymuşam olduqca. Mənim qələbəm problem yoxdur. Komanda 1-2 il titulsuz qalsın. Amma qardaş ortada tituldan söhbət getmir. Biz sadəcə onu misal kimi gətiririk ki, odur da, yəni göstərici, tituldur da göstərici. Amma komanda oyunu yox. Komanda orta səviyyəlikdə bu dəqiq. Orta deməyim, biraz yaxşı komandadır. Onda elə çıxır ki, komanda orta səviyyəlidirsə və yanında və məsələ üçün atıram, Vitinha heç kimizə verməz, Stiller deyək, misal kimi də götürək bu dominantanı Stiller götürək. Ona elə çıxır ki, komanda deyirsən orta səviyyəlidir, çox gözəl oyun gözləmək lazım deyil. Yarım müdafiədə də çoxluq var, adam gətirə bilmir. Demək qardaş, biraz təmizləmək lazımdır komandanı. Və bunu baş məşqçi ilə klub idarəçiliyi eləməlidir. Klub idarə etmə, o kim Sosiozdur, Perezdir və s. Qardaş, illərdə eyni problemi deyil. Sebalesin getməməyi də problem yaratdı sənə. Sebalesin getməməyi, axırıncı saniyələrdə Sebalesin tupoyluğudur. Çünki Sebalesin bu Marseille ucu satırdılar. Son saniyədə dedi ki, qardaş mən Betisə getmək istəyirəm. Özü də intervyusunda bunu bildirib, bir çox mənbə də onu bildirib ki, özü getmədi Marseille. O getsəydi Sebales də getsəydi. Mən sən deyirəm ki, gələcəkdi kimsə. 100% gələcək. Son dəqiqədə kimsə gələcək. Son dəqiqə deyil, 1-2 gün qalmış. Hə, bilirəm. Plançino presdə var axı. Bütün yayı məsəl üçün Mbappé-nin danışıq qaçasan. Hamısı necə Mbappé sənə bir arxadan qoya, arxada Kamavinga gətirsən ki, bu üstə Mbappé əvəzi bir oyunçu. Problem odur ki, Alonso yayda oynatdı. İndi keçdi. Nəyə görə həm də zədəsi çoxdur. İndi oldu da zədələndi. Yox, Rüdiger mövsüm əvvəli zədələndi. Xöysenin vardı, Militano vardı. Plastik 24-25 mövsümündə Carlo Ancelotti'nin zədə argumentində deyirsən ki, o bizim problemimiz deyil. 5 müdafiəçi. Amma indi deyirsən ki, bu problemdir Xabi. 5 müdafiəçi zədələnməsi, 5 müdafiəçi oyunda. Sənin minimum heyətində 5 dənə mərkəz müdafiəçi olmalıdır. Yaxşı. Amma səndə çatışmayan oyunçular var idi. Bu da ki, bizən Realın zədəsi Ancelotti'dən başlamır. Realın zədəsi Zidandan başlayır. Hə, 20-21 mövsümdən başlayır. Koronavirusdan sonra çox pis vəziyyətdə idi. O vaxtı və yeni, yəni Blanco-da oynadı Realda. Hansı ki ondan sonra satdı. Park vardı, park vardı. Göndərdilər parkı. Çupdu, nə bilim, nəysə kimisə o oyunu zədə varsa,
Problem gətirdilər şeydən Fransadan o mən nə deyirəm? Fizioterapevti. Yox bu pisdir. Gətirdilər o keçəli. Yox bu pisdir. Gətirdilər o birisi bu pisdir. Axırda başı Pintus. O Pintus ki, sənə 3 dənə Çempionlar Liqası gətirib. Yəni öz tərəfindən belə deyil. Hə, öz tərəfindən. Finalda Liverpool hat-trick elədi. Yox, öz tərəfindən. Əldə olan nəyi varsa elədi. O komanda zədələnmirdi, amma bu komanda zədələnir. Burada problem məncə komanda deyil. Alonso mənə çatmır. Yaxşı, okey. Perez almadı, bu eləmədi. Sənin bu yaydakı futbolun hara getdi? Bəs biz səhərdən yox, prosta mənim bizim elə verdiyimiz sual budur da. Yaxşıdır, indi Perez almadı. Taktiki çox qurudu da xəbər olsun. Buracan imiş bunun. Burada Vizimoşda Buracan imiş ya da ki prosta məncə də Alonsonun futbolu Reala yaraşmır. Qardaşım, yaraşsın yoxsa yaraşmasın. Sənin yaradıcı, yarım müdafiəçin yoxdur Fərman. Yəni olmasın, Zidane qayıtsın, kim olursa olsun. Bunlar normal futbol olmasın. Sənin 2018-də yaradıcı, yarım müdafiəçin var idi. 2018-də 13-18-də. Yaradıcı, yarım müdafiəçi, bəli, Tonikos yaradıcı deyil. Və nədir? Oyun qurucudur. O baş yaradıcı. Oyun qurucu oyunçumuz yoxdur. Yaradıcı oyunçumuz var. Prosta məsələ ondan ibarətdir ki, 10 nömrə var, 10 nömrə. O ölür. Ölüb də. Hə, bir dənə biraz indi Arda Güler hardasa ölü aləmdə dirildi. Virtsa var. Bir də Niko Paz var zaten. Artıq Virtsi belə Liverpoolu gətiriblər. 10 nömrə oynayırdı Parisdə bu Bayer Leverkusen də. Gətirib deyirlər ki, sən 8 nömrə oynayasan. O oynaya bilmir o 8. Uşaqlar, mənim sözüm və yaxud da mən də Lətifə yorumunu çəkirəm çünki PSG qarşı danışırıq burada və sairə və axır. Biz də top oynayırıq. Biz də başa düşürük ki, hansısa müddətə qədər PSG bu klubu problemlərlə də qutarıb. Yəni koronavirusda da çox iş görüb ki, koronavirusda biz başa plusla çıxmışıq, minusdan çıxmamışıq. Bir çox məqam var. Biz sadəcə sırf son mövsümlərdə danışırıq ki, burada komandanın açıq-aşkar problemləri həll olunmur. Və məşqçi kim olursa olsun, məsəl üçün sən desən məşqçi problemidir. Kim olursa olsun bu problemlər eyni olaraq qalır. Görərik baxarıq nə olacaq. Siz şəhərlərdə deyin. Görürsünüzmü problem realda var mı? Sizə görə başı problemlidir bu məqam. Bəlkə kimsə deyəcək ki, qardaş, danışmaq istədiyimiz, müzakirə etmək istədiyimiz mövzuları bildirin. Kimsə deyəcək ki, qardaş, 2 oyuncularda nə olub burada hay-hayra sayılmısınız? Mən elə də bir tema var. 1000 dənə azadkeş var, 1000 dənə fikir var. Biz hər bir fikrə hörmətlə yanaşırıq və şeylərə yazın ki, biz də bax indi 1 dəqiqə sonra deyəcək ki, o keçən gün buraxışdan şəhərləri oxuyacağıq. Gələn dəfədə sizin şəhərinizi oxuyaq. Realın problemi var yoxsa yox və problemi varsa səbəbkarı kimdir? Bəlkə səbəbkarı elə mən özüməm dəli olmuşam. Mən çox sağ olun. Keçən növbəti bloka. Real Madrid halal. İlk şəhərimiz buyursun bəyənəcək. Uşaqlar, keçən buraxışın altında şəhərlərinizi oxuyuruq, bəzilərini seçirik və burada cavablandırmağa çalışırıq. Tramonto altdan xətt 7 yazır. Bu heyət Ancelotti'də olsaydı necə olardı bəs? Əslində biz bu cavabı artıq dedik bu buraxışda, amma kimsə bax. Yox, nə dəyişəcəkdi ki? Biri Fazil Carreras, məncə heç nə dəyişilməyəcək. Yox, ən azından onu bilirəm ki, əgər keçən il Ancelotti'də bu heyət olsaydı, Ancelotti El Clasico'ların yarısını uduzmazdı. Çünki müdafiəsi 10 müdafiə vəziyyətində olmaz. Hələ ki bir El Clasico keçmişi də növbətlərə baxaq. Yox, mən keçən ilkləri deyirəm də. Yəni onlar çünki son 2 oyunda görürük ki, mən də deyirəm ki, çox şey dəyişəcəkdi, amma da üstünü keçməyəcək heç bir şey. Sənin sualın cavabı bu buraxışın içində normalda olub. Keçək növbəti suala. Uşaqlar, buradakı artıq növbəti məqamlar sual deyil, təriflərdir. Çünki biz sizə Fərman çox xoşdur onu tərifləyəndə. Ona görə də insanlar sağ olsunlar bunları nəzərə aldı və biz də biraz mənlə Lətifə də nəsə başladılar yazmağa. Və belə bax, Emil Şihaliyev boynu bükük demiş. Emil Şihaliyev 970 yazıb ki, Skype вас смотрю, красавчики так держать. Çox sağ ol. Спасибо большое, Emil. Nicat 4500 yazıb ki, Xabi təzyiqdən qorxur məncə, Perezin öz təsiri var. Qardaş, Perezlə danışdıq, imkan varsa Fərmanı tərəfləyək. 1 saat ayıracağıq Perez üçün. Və yəqin ki, sonuncu məqamı da Ayxandan çatdıraq. Ayxan 5114 yazıb ki, üçünüz də bombasız. O nəyə cavab verib Ayxan? Biz deyirik ki, ancaq Fərmanı tərəf edirlər. Çox sağ olun, biz bilirik ki, üçümüz də bombayıq. Ərdəmirdən belə emosional. Arada bir lazımdır da. Uşaqlar, çox sağ olun ki, bizi Cəmaət deyirəm elə bil ki, o şeydən sonra çəkişinizi Lətifə davam eləyəcək. Söhbətə çağıracaq. Çox sağ olun. İlk öncə hər şeyə görə, izləmələrə, şəhərlərə görə şəhərlərə yazmağa davam edin. Dediyimiz suallara aktual olaraq qalır və bir həftədən sonra hardasa təxmin olaraq görüşəcəyik sizinlə birlikdə. Aşağıda linklər var, sosial şəbəkələr var. Daxil olun, izləyin. 100%. Əsas odur ki, izləmədə qalın da.
Hala Madrid. Ala Madrid. Uşaqlar, maşına GPS bir də video registrator qoşmaq istəyirəm. Hara məsləhət görərsiniz? Abi yollar aplikasiyası var. Mən ümumiyyətlə Yollar velosiped aplikasiyası. sürürəm, amma sürənlər deyir ki, yollar aplikasiyası yaxşıdır. Gözəl xidmət və keyfiyyətli məhsullardan savayı onların 30 dekabra qədər yeni illə bağlı bir aksiyası var. 10 dənə video registrator qazanacaq, 10 dənə onların müştərisi, izləyicisi. Bunun üçün onların Instagramına abunə olmaq lazımdır. Direktinə öz mobil nömrəni göndərsən və maşının nömrəsini göndərsən və o həmin 10 nəfərdən biri sən ola bilərsən. Okay, Niyə də yox? Onu görərsən yükləyərəm. Ona görə atamın maşının nömrəsini çəkim onu göndərəm. Başqa velosipedin nömrəsi var? Yox. Yox.